2006-cı ildə Azərbaycan da daxil olmaqla Xəzəryanı ölkələr 12 avqustu Xəzər dənizi günü kimi qeyd edir. Bu tarix həmin il imzalanmış Tehran Konvensiyası ilə bağlıdır. Konvensiya Xəzərin çirklənmədən qorunmasını və ehtiyatlarının mühafizəsini nəzərdə tutur. Bəs Azərbaycan bu öhdəlikləri nə dərəcədə yerinə yetirir? Hidrometeoroloq Sara Rəhimli son aylarda Dübəndi, Pirallahı və Şıxov sahillərində apardığı müşahidələr nəticəsində neft çirklənməsinin ciddi ekoloji problemlər yaratdığını bildirir. Həmin sahillərdə insanlar istirahət edirlər, günəş vannası qəbul edirlər və suya daxil olurlar və orada olan canlılara da mənfi təsir göstərir. Ümumiyyətlə ekosistemə mənfi təsiri çox böyükdür. Bir neçə vaxt öncə həmin ərazidə bir təmizlik kampaniyası aparıldı, amma bu da yəni sırf reklam xarakterli bir kampaniya idi. Çünki orada insanlar beldən istifadə edərək təmizləməyə çalışırdılar. Lakin bu yetərli deyil. Həmin ərazini təmizləmək üçün öncə çirklənmənin mənbəyi təyin olunmalıdır ki, bunun mənbəyi bilinir. Bilinir ki, sualtı neft kəmərdə qəza olub və daha sonra ərazi təyin olunmalıdır ki, nə qədər ərazi çirklənməyə məruz qalıb, sudan, dib çöküntülərindən, torpaqdan nümunələr götürülməlidir ki, və laborator analizlər aparılmalıdır. Daha sonra xüsusi texnologiyadan istifadə edərək ərazi təmizlənməli və nəzarətə götürülməlidir və bir müddət daha ciddi nəzarət olunmalıdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi müntəzəm olaraq vətəndaşlara ünvanlanmış maarifləndirici video çarxlar yayımlayır. Həmin videoların bir çoxu sakinləri suyu israf etmək və eləcə də tullantıları yerə atmaq kimi hərəkətlərdən çəkindirməyə çağırır. Eyni şəkildə Leyla Əliyevanın rəhbər olduğu İdeya İctimai Birliyi də tez-tez sahil boyu tullantılar təmizləməklərini göstərən paylaşımlar edir. Sara Rəhimli isə hesab edir ki, bu cür çağırışlar müsbət hal olsa da, problemləri yalnız vətəndaşların üzərinə atmaq doğru deyil. Nənə, suyu bağla. Xəzərə yaxın çoxlu iri obyektlərin olduğunu deyən Rəhimli, onların tullantılarının təsirinin daha böyük olduğunu vurğulayır. Mən Şıxov sahilində də müşahidə aparmışdım başqa bir nöqtədə. Həmin ərazidə çoxlu məişət tullantıları və tikinti tullantıları var idi. Və həmin tikinti tullantıları həmin sahildə olan iri bir obyektin tikilməsi üçün istifadə olunan tullantılar idi. Orada bir sakin mənə bildirdi ki, biz mütəmadi olaraq burada təmizlik keçiririk. Həmin sahil ərazi yaxın yaşayan sakinlər tərəfindən və bu tullantıları toplayırıq hər hansı bir yerə və mənə həmin yeri göstərdi. Sahil ərazidən biraz uzaqdaydı. Sadəcə bildirdi ki, bu tullantıları biz başqa yerə apara bilmirik, çünki bizim böyük maşınımız yoxdur. Belə videolarda fermerlərdə səslənən nazirlik onları suya qənaət üçün müasir suvarma üsullarından istifadəyə çağırır. Bu mənzərə davam etməsin deyə köhnə suvarma üsullarından əl çək. Suyu boşuna axıtma. Gələcək üçün suyu qorumaqdan ötürü müasir suvarma üsullarından istifadə et. Fermer Şahin Nəcəfov isə deyir ki, 40% dövlət dəstəyi olsa da, bu damlama suvarma sistemində ondan istifadədə ən böyük problemi elə Ekologiya Nazirliyinin özü yaradır. Çünki damlama üçün mütləq göllər qazılmalıdır və su ehtiyatları toplanmalıdır. Və bundan bu məsələdə artıq Ekologiya Nazirliyinin əməkdaşları ciddi şəkildə deməli fermerlərə ən böyük problem yaradan qurumlardan biridir və ənənəvi qaydada gərək kiməsə hörmət edirlər, ya kimləsə razılaşarlar. Ekspertlər Xəzərdə suyun çəkilməsini təxirə salınmaz tədbirlər tələb edən ciddi problemlərdən biri hesab edirlər. Ətraf mühit üzrə ekspert Rövşən Abbasov da bu məsələyə diqqət çəkir. Onun sözlərinə görə Xəzərlə həyatı birbaşa bağlı olan insanlar və sahilyanı ərazilərdə yaşayanlar üçün suyun azalması ciddi problemlər yaradır. Bir çox hallarda insanlar həll yolunu daimi yaşayış yerlərini tərk edib Bakıya və yaxud ətraf rayonlara və yaxud digər ölkələrə köçməkdə görürlər. Və orada da təbii ki, onlar balıqçılıqla məşğul olurlar, onlar digər işlərlə məşğuldurlar. Taksi sürmək, tikintidə işləmək, belə deyək, müxtəlif ictimai yaşam müəssisələrində işləmək kimi işlərlə məşğul olurlar. Bu əlbəttə ki, çox pisdir. Həm kənd yerlərinin boşalması deməkdir, kənd yerlərində işçi qüvvəsinin azalması deməkdir, həm də insanların həyat keyfiyyətinin ağırlaşması deməkdir. Bu problemin xaricdən gələn turist axınına da təsir etdiyini deyən ekspert bildirir ki, Xəzər ətrafındakı bataqlıqlarda yaşayan quşlar da suyun çəkilməsindən zərər görür. 2024-cü ildə Azərbaycanda keçirilən
COP29-da Xəzər dənizinin ekoloji vəziyyəti də müzakirə olunub. Konfransda Xəzərdə suyun çəkilməsi ilə bağlı əməkdaşlığın gücləndirilməsi nəzərdə tutulan bəyannamə də qəbul olunub. Ekoloji hüquq üzrə vəkil Təxminə Mahmudova bunun Xəzərin qorunması baxımından mühüm addım olduğunu deyir. Azərbaycanın təşəbbüsü ilə imzalanan bu bəyannamə Xəzərin ekoloji böhranına qarşı regional qüvvələrin birləşdirilməsində yeni bir mərhələ hesab olunur. Bəyannamənin əsas məqsədi Tehran Konvensiyasına sadiqlik, birgə elmi tədqiqatlar və maliyyə və beynəlxalq dəstəkdir. Azərbaycan 2003-cü ildə Tehran Konvensiyasını imzalayaraq Xəzərin çirklənməsinin qarşısının alınması və müntəzəm ekoloji monitorinqlərin aparılması öhdəliyini götürüb. Son monitorinq 2023-cü ildə keçirilib və rəsmi məlumata görə göstəricilər norma daxilində olub. Lakin ictimaiyyətin bu nəticələri müstəqil şəkildə yoxlamasına imkan verən hər hansı bir mexanizm yoxdur. Hidrometeoroloq Sarı Rəhimli deyir ki, Şıxov sahilində hiss olunan kəskin qoxu və sahildəki ölü heyvanlarla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə və Fövqəladə Hallar Nazirliyinə müraciət etsə də, qurumlar bunun onların səlahiyyətində olmadığını bildiriblər. O götürdüyü su və torpaq nümunələrinin laboratoriyada analiz olunması üçün dəstək istəsə də, müraciətinə nə müsbət cavab verilib, nə də laboratoriyaya dəvət olunub. Hazır analiz nəticələri də onunla paylaşılmıyor.